Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti və bərəkəti daim üzərinizə olsun, əziz tələbələr, hörmətli izləyicilər. Şərh surəsinin izahlı oxunuşuna keçid alıram. Şərh surəsi də Məkkəvi surələrdəndir. Məkkədə nazil olmuşdur. 8 ayədən ibarətdir. Şərh adının mənası açma deməkdir, açılma deməkdir. Və başqa kitablarda surənin adını inşirah deyə görə bilərsiniz. Eyni kökdən olan kəlmədir, yəni məna etibarilə dəyişmir. Sadəcə bu adların bu cürünə dəyişik yazılması bir çox surələrdə rast gəlinəndir. Bu sizi çaşdırmasın. Necə ki, keçən dəfə tələbəmiz soruşur ki, nəyə görə siz Zuha yazmışsınız? Başqa kitablarda həmin surənin adını Duha deyə görmüşəm. Yəni, dad hərfi bilirsiniz ki, özündə Z və D səsini cəmləyibdir. Hər ikisini yazmaq mümkün olmadığına görə ya Zuha ya Duha deyə yazılır. Və yaxud da həmin tələbəyə qeyd elədim başqa surələrin adlarını, hansı ki, biz Nas yazırıq, əslində Nəs deyə oxunmalıdır, Yəsin oxunmalıdır, Yasin deyirik və s. Təbii ki, diqqətimizi yönləndiririk əsasən Qur'an-ı Kərimi ərəb dilində oxumağa, çünki bu cür oxunuşlara biz diqqət yönəltsək çox çaşqınlığa düşərik. Məhz elə buna görə biz var qüvvəmizlə çalışmalıyıq ərəb dilini, yəni Quran-ı Kərim oxunuşunu ərəb dilində həyata keçirtməliyik ki, belə məsələlərdə çaşqın qalmayaq, bəzən təhrif olmuş kəlmələrdə ilişib qalmayaq, möhtac qalmayaq. Yadınızdadır, qrupa göndərmişdiniz Fatihə surəsinin Kirilcə yazılışını. Orada nə qədər fərqlər var idi, xatırlayırsınızsa. Yəni, savab edək deyərkən kəlməni tamam mənasını itirmiş şəkildə oxuyub, hətta bəzən böyük xətalara yol verə bilərik, əzizlərim. Odur ki, daha böyük səylə çalışıb Quran-ı Kərimi ərəbcədən oxumağa səy göstərməliyik. Beləliklə, surənin oxunuşuna keçid alıram. Bismillahirrahmanirrahim. Ələm nəşrah ləkə sadrak. Burada bir yenilik yoxdur. Yalnız dəl hərfinin sukunlu olması onun qalqalə sifətin olduğunu bildirir. Ələm nəşrah ləkə sadrak. Sadrak. Kiçik qalqaləyə əməl edirik. Növbəti ayə və vədə'nə uzatmaya əməl edirik. Dünən bir tələbəmizlə canlı görüşdüm, oxutdurdum. Baxıram ki, gördüyü, bildiyi qaydaları diqqətsizlik bir balaca mane olur. Biraz görmə problemi bəzən mane olur ki, ötürüb keçiririk. Diqqətli olun, uzatmaları gözdən qaçırtmayın. Və vədə'nə ankə. Burada da ixfəmiz var. Ankə. Vizrak. Növbəti ayə. Əlləzi. Məddimiz var və məddən sonraki kəlmənin əvvəlində həmzə var. Yəni, bu kəlməyə aid həmzə olsaydı, demişdik ki, balaca dayaqsız həmzə şəklində yazılardı. Deməli, bu məddi munfəsildir və 2 hərəkədən 5 hərəkəyə qədər uzatma ixtiyarımız var. Əlləzi ənqaza. Burada da ixfəyə əməl edirik. Ənqaza. Zahrak. Növbəti ayə. Və rəfə'nə. Yenə uzatma var burada, baxın. Və rəfə'nə ləkə zikrak. Növbəti ayə. Fə innə. Buradakı uzatma deyil, əzizlərim, bu həmzə dayağıdır. Yəni, həmzə dayağı demək deyil ki, məxsusən həmzə yuxarıda olmalıdır, əlif ona dayaq olmalıdır. Yox, yəni bu əlif bu həmzənin səbəbiyyəti ilə burada dayanıbdır, uzatmaq üçün yox. Fə innə, nun hərfi, mim hərfi bilirsiniz ki, qunnə hərflərindəndir. Təşdidlə görəndə üzərində bir miqdar dayanırıq. Fə innə mə'al usri yusra.
Bugün tələbələrdən biri deyir, müəllimə dərsiniz gecikibdi, mən öncədən özüm oxuyub göndərirəm, görüm vəziyyətim necədir. Çox da gözəl maşallah oxudu, amma burada yusran dedi. Biz öyrənmişik ki, ayənin sonunu sukunlayırıq bitirəndə. Yeganə tənvin fəthədir ki, ayə tənvin fəthə ilə bitibsə, biz orada yusr deyə sukunlaya bilmərik. Tənvini olduğu kimi oxuyub yusran deyə bilmərik. Neynirik? Tənvinin nunu düşür, fəthəsi iki hərəkə uzanır. Yusra bu şəkildə. Fə innə mə'al usri yusra. İnnə mə'al usri yusra. Eyni qaydada növbəti ayə. Yenə də bu uzatma deyil. Fə izə, ancaq bu uzatmadır. Görürsünüz nə üzərində, nə altında heç bir işarə yoxdur. Boş əlifdir, fəthəni uzadır. Fə izə fərağtə fənsab. Burada ixvəyə əməl edirik, qalqələ sifətinə əməl edirik. Fə izə fərağtə fənsab. Sonuncu ayəmiz və ilə çəkərə əməl edirik. Və ilə rabbikə fərğab. Sadaqallahul aliyyul azim. Bu surəmiz bugün keçdiyimiz mədd-i ləzim qaydalarını özündə ehtiva eləmir. Ancaq bir tanışlıq üçün burada qeyd elədim. Surələrdən birinin əvvəlində əlif, ləm, ra deyə başlayan bir ayəni demişdik ki, əlif uzanmır, uzanmayan yeganə hərfdir. Tələffüzdə əlif necə var elə oxunur. Görürsünüz, ləmin üzərində məd var. Məd xəbər verir ki, bəs məni uzat. Nə qədər? 6 hərəkə miqdarında. Ra isə üzərində heç bir işarə olmadığından bilinir ki, bu vəqf işarəsidir. Buna fikriniz getməsin. Heç bir işarə olmadığından bilinir ki, onu da 2 hərəkə miqdara uzatdığımız o 5 hərfdən biridir. Əlif, ləm, ra. Bu şəkildə oxunur. İnşallah qarşınıza keçdikcə artıq mədd-i ləzmin hərflərdə olan bu qaydasını da gözəl oxuya biləcəksiniz. Allah müvəffəq eləsin. Esselamun aleykum və rəhmətullah və bərəkatuhu.